Hər birinizi salamlayıram. Mən Sara Müzəffər, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə İngiltərə və ABŞ 17-18-ci əsrdə mövzumuzun izahı olacaq. Mövzunu kimlər izləyə bilər? Abituriyentlər, müəllimlərin işə qəbul imtahanına hazırlaşanlar və sertifikasiyaya hazırlaşan müəllimlərimiz. Vaxt itirmədən başlayaq izahımıza. İzaha keçməzdən öncə, əgər İngiltərə mövzusunu biz 17-18-ci əsrlərdə keçiriksə, bu deməkdir ki, siz İngiltərə mövzusunu orta əsrlər hissəsində təkrar etməlisiniz. Yəni İngiltərə 11-16-cı əsrlər hissəsi təkrar olunmalıdır. Və o təkrardan sonra başlamalısınız 17-18-ci əsrləri öyrənməyə. Çünki biz İngiltərənin 17-18-ci əsrindən danışanda yazaq bura İngiltərə 17 və 18-ci əsrlər. Nələrdən danışacağıq? Onları qısa şəkildə qeyd edəcəm. İlk danışacağımız məsələ İngiltərədə sülalə dəyişikliyinin baş verməsidir. Belə ki, Tudorlar sülaləsi 1485-ci ildə gəldilər, 1603-cü ildə hakimiyyətdən getdilər və 1603-cü ildə İngiltərədə hakimiyyətə gəldi Stuartlar sülaləsi. Stuartların birinci dövrü 1603-1649-cu illərə əhatə edəcək, birinci dövr. Stuartların ikinci dövrü isə 1660 və 1688-ci illərə əhatə edəcək. Burada yazacağıq ikinci dövr. Deməli, Stuartların birinci dövründə bizim görəcəyimiz hökmdarlar birinci James və birinci Charles'dır. Stuartların ikinci dövründə görəcəyimiz hökmdarlar isə ikinci Charles və ikinci James olacaq. İndi 1603-cü ildə Stuartlar hakimiyyətə gəldilər. Birinci James də hakimiyyətdə. Birinci James əvvəlkilərdən fərqli olaraq İngiltərənin əsas rəqibi olan İspaniya ilə müharibə aparmaq istəmir. İspaniya ilə münasibətləri diplomatik yolla nizama qoyur. Birinci James yazırıq İspaniya, qarşısına da yazırıq nicah diplomatiyası. Daha sonra 1-ci James'in dövründə 1607-ci ildə ümumiləşdirib, birləşdirib danışacağım digər dövlətlərdə gördüyümüz İngiltərə mövzusunu. 1607-ci ildə James'in dövründə İngilislər Amerikada ilk koloniya salırlar. İlk koloniya Amerikada. Daha sonra 1-ci James'in dövründə 1621-ci ildə Səfəvilərlə İngilislərin arasında əbədi dostluq müqaviləsi imzalanır. Biz bunu Səfəvi dərsində görmüşük. Məqsəd nədən ibarət idi? Məqsəd Portuqaliyaya qarşı mübarizə aparmaq idi. Çünki Stuartların Portuqaliya ilə bir iqtisadi rəqabəti var idi İngilislərin və bu rəqabətin qarşısını almaq üçün, üstünlüyü əldə etmək üçün onlar 1621-ci ildə Səfəvilərlə müqavilə imzalayırlar və bu müqavilə nəticəsində Portuqaliyaya qarşı mübarizə aparırlar. Portuqaliyanı hörmüzdən çıxardırlar. Bu ümumi xarici siyasətdə olan məsələlərdir. Dövlətin daxilinə gəldikdə 1-ci James deyir ki, hakimiyyət bizə Tanrı tərəfindən göndərilib və onun bu fikrini də Anglikan kilsəsi dəstəkləyir. Yadımıza salırıq, Anglikan kilsəsi nə zaman yaranmışdı? Anglikan kilsəsi yaranıb 16-cı əsrdə İngiltərədə kral reformasiyası dediyimiz hadisənin nəticəsində. Yəni İngiltərədə olan reformasiya rəhbərliyi kral elədi, kral katolik kilsəsi ilə əlaqəni kəsdi və İngiltərədə birbaşa krala tabi olan kilsə yaratdı. Bu kilsə də Anglikan kilsəsidir. Yəni Anglikan kilsəsi kralı dəstəkləyir. Amma reformasiyanın gedişində Anglikan kilsəsinə qarşı olan qruplar da meydana çıxır İngiltərədə. Biz bunlara deyirik Puritanlar. Puritanlar kimlərdir? Puritanlar Anglikan kilsəsinə qarşı çıxanlardır. Kilsədə dəbdəbəli mərasimləri, din ayinlərinin yerinə yetirilməsi üçün alınan külli miqdarda pulların qarşısını almaq istəyənlərdir. Təbii ki, krala qarşı çıxış etməklərini biz real şəkildə görmürük, amma Anglikan kilsəsinə qarşı çıxış edirlər. Kilsənin də rəhbəri kraldır, dolayı yolla krala da qarşı çıxış etmiş olurlar. Bəs bu Britanların aqibəti nə olur? Təbii ki, dövlətin daxilində onlara qarşı təqiblər var. Onlar da bu təqiblərdən yaxa qurtarmaq üçün Amerikaya gedirlər, Hollandiyaya gedirlər. Yəni ölkədən bir növ köç edirlər. James'in dövrünü qoyaq kənara. Gərək 1-ci Charles'ın dövrünə, bizim Charles'ın dövründə önəmli hadisələrimiz var. Bunlar da nədən ibarətdir? Belə ki, İngiltərənin 17-ci əsrində artıq yavaş-yavaş aqrar çevriliş gedir. Aqrar çevriliş 16-cı əsrdə başlayıb çəpərləmələr nəticəsində yavaş-yavaş aqrar çevriliş davam edir və 17-ci əsrdə artıq yeni təbəqələr meydana çıxmağa başlayır. Biz bunlara deyəcəyik burjuaziya və yenizadəganlar. Bunlar kimdirlər? Bunlar özlərinə məxsus olan manufakturalarda və yaxud da özlərinə məxsus olan hər hansısa bir müəssisədə muzlu əmək tətbiq edən şəxslərdirlər. Niyə burjuaziya və yenizadəganlar kralı dəstəkləmir? Sual burada çıxır. Səbəb ondan ibarətdir ki,
kral həmin o şəxslərdən çoxlu vergi alır. Onlar krala çoxlu vergi verməmək üçün kral hakimiyyətinə qarşı çıxış edirlər və istər-istəməz dövlətin daxilində narazılıqlar başlayır. Bu narazılıqlar öz pik həddinə harda çatacaq? Ümumiyyətlə 1618-48 bilirsiniz ki, Avropada 30 illik müharibə gedir. Düzdür, İngiltərə bu 30 illik müharibədə iştirak etmir, amma 30 illik müharibənin nəticəsi biz demişdik ki, İngiltərədə üsyanlara səbəb olacaq və bu prosesin gedişində 1640-cı ildə ingilislər şotlandlarla bir dini müharibə aparırlar və bu müharibədə də çoxlu xərc lazımdır. O xərci biz hardan ödəyək? Təbii ki, vergi qoymaqla, əhalinin üzərinə vergi qoymaqla ödəyəcəyik. Məsələ bundan ibarətdir ki, kral parlamentin icazəsi olmadan tək başına vergi qoya bilməz. Yalnız mövcud vergiləri artıra bilər. Birinci Charles da nə edir? Birinci Charles parlamenti buraxıb. Əvvəl bu illərin hadisələrin illərini bizim üçün qeyd edirdilər, amma indi qeyd eləmirlər. Belə ki, 1628-ci ildə yeni vergi təyin etmək istəyir. Parlament razılaşmır. 1629-cu ildə Charles parlamenti qovdu. Yəni, bir müddət İngiltərə parlamentsiz idarə edilir. Amma 1640-cı ildə artıq Charles məcburdur parlamenti geri çağırmağa. Ümid edir ki, mən parlamenti geri çağırsam, parlament bundan ağıllanar və məni dəstəkləyər. Yəni, bizim yeni vergi təyin etməyimizi parlament dəstəkləyər və biz də yeni vergi təyin edərik. Parlamentdə 1640-da gəlir, nə gəlir? 1640-cı ildə İngiltərədə parlament yenidən çağırılır və bu parlament 1653-cü ilə qədər mövcud olacaq deyə biz buna deyəcəyik uzun müddətli parlament. 1640-cı ildən 1653-cü ilə qədər mövcud olacaq bu parlament. Uzun müddətli parlamentin çağırılması İngiltərədə burjua inqilabının başlanması deməkdir. Burjua inqilabı. Yəni, o ki, bizim yeni təbəqələrimiz var idi, burjualarımız var idi, öz müəssisələrində muzlu əməkdən istifadə edən şəxslərimiz, onlar artıq bir dəyişiklik etmək istəyirlər dövlətdə. Niyə? Çünki kral hakimiyyətini ləğv etmək istəyirlər. Məqsədləri İngiltərəni parlamentin idarəsi altında birləşdirməkdir. Çünki parlamentdə təmsil olunanların böyük çoxları kimlərdir? Burjualar və yeni zadəganlardır və onlar da krala qarşı mübarizə aparıb özlərinin hakimiyyətini qurmaq istəyirlər. Burjua inqilabı başlayır 1640-cı ildə, ta ki də uzun müddətli parlamentin mövcudluğu dövründə də 1653-cü illər aralığında da davam edəcək burjua inqilabı. Parlament gəldi, parlament dedi ki, mən ümumiyyətlə kralı saymıram. Kralın heç bir icazəsi olmadan mən 3 ildən bir özüm çağırılacağam. Siyasi məhbuslara azadlıq verirəm. Qoy məhbuslar azad olsunlar. Kral tərəfindən yəni siyasi məhbus olanlar. Bunun səbəbi nədən ibarətdir? Özünə tərəfdaş toplamaqdan ibarətdir ki, parlamentin tərəfdarlarının sayı nisbətən çoxalsın. Belə olduqda kral deyir ki, bu nə söhbətdir? Bunlar qarşı-qarşıya gəlirlər. 1642-1646-cı ildə biz İngiltərədə birinci vətəndaş müharibəsi görürük. Bir tərəfdə kral tərəfdarlardır, bir tərəfdə də parlament tərəfdarlardır. Müharibənin ilk illərində kral və onun tərəfdarları nisbətən qalib gəlir, çünki parlament ordusu yaxşı deyildi. Amma 1645-ci ildə parlament hərbi islahat haqqında qanun verir. Hərbi islahat haqqında qanun. Bu qanuna görə ordu könüllülük prinsipi əsasında formalaşdırılacaq və 1645-də yeni ordu yaradılır. Yeni ordumuzun rəhbəri də olur Oliver Cromwell. Hərbi rəhbərimiz Oliver Cromwell'dir və 1645-ci ildə keçirilən Neizbi döyüşündə kral tərəfdarları məğlub olacaq, parlament tərəfdarları qalib gələcək. Və bu döyüşdən sonra 1646-cı ildə müharibə birinci vətəndaş müharibəsi, parlamentin qələbəsi kralın məğlubiyyəti ilə başa çatacaq 1646-cı ildə. Birinci vətəndaş müharibəsi başa çatdıqdan sonra parlament bəzi tədbirlər həyata keçirəcək. Bu tədbirlər əsasən sertifikasiya və imtahanına hazırlaşan şəxslər üçün daha önəmlidir. Abituriyentlər öyrənməsə də olar. Onların verdiyi qərarlar nədən ibarətdir? Parlamentin verdiyi qərarlar. Kral tərəfdarları olan bəzi ruhanilərdir, feodallardır. Onların torpaqları müsadirə edilir və sonra onların torpaqları satışa çıxarılır. Çəpərləmələrə rəsmi şəkildə icazə verilir. Kəndlilərə torpaq verilmir. Kəndlilər hələ də feodalların asıllığındadılar və bəzi xarici şirkətlər var ki, həmin o xarici şirkətlərə İngiltərənin daxilində rahat şəkildə ticarət etmək hüququ verilir. Niyə? Çünki parlamenti həmin o xarici şirkətlər maliyyələşdirirlər. Bir növ parlament onlardan borclu vəziyyətindədir deyə bu borcunu ödəməyə çalışır Duman. İndi oynamaq vaxtı deyil. Keçid tərəfə dərs izah edirəm.
Bu belə 1646 birinci vətəndaş müharibəmiz bitdi. Ondan sonra 1648-ci ildə bir dənə də vətəndaş müharibəmiz var. İkinci vətəndaş müharibəsi. Yenə bu vətəndaş müharibəsində də bir tərəfdə kral, digər tərəfdə parlament, yenə parlament qalib gəlir. Kral tərəfdarları məğlub olurlar. Keç otağa, yaxşı keçmə. Və kral tərəfdarları məğlub olandan sonra parlament deyir ki, biz daha bezdik bu insandan, gedir gəlir, bizi narahat eləyir. 1649-cu ildə, 1649-da, Allah'ı zərərsizləşdirim. 1649-cu ildə parlamentin qərarı ilə İngiltərədə kral hakimiyyəti və Lordlar Palatası ləğv edilir. 1649-cu ildə İngiltərə Respublika elan edilir. 1649 kral 1-ci Charles'ı edam elədilər, kral hakimiyyəti ləğv olundu, Lordlar Palatası ləğv olundu və 1649-cu ildə İngiltərə Respublika elan edildi. Bu Respublikanın müddəti 1649-dan 1653-cü ilə qədər davam edəcək. Respublikanın idarə etmə sisteminə baxsaq, respublika var. Bəs bu respublika necə idarə olunur? Kral hakimiyyətini ləğv edədilər. İdarə etməmiz necədir? İdarə etməmiz belədir ki, qanunverici hakimiyyət bir palatalı parlamentin əlindədir. Çünki Lordlar Palatası ləğv edilir. İcra edici hakimiyyətimiz isə Dövlət Şurasının əlindədir. Qanunverici bir palatalı parlament, icra edici hakimiyyət isə Dövlət Şurasının əlindədir. Bəs 1649-1653-cü illər İngiltərə Respublikasında biz nə görürük? Gördüyümüz məsələ bundan ibarətdir ki, İspaniya və Fransa Respublikanı tanıyır. Hollandiya və Portuqaliya ilə mübarizələr var, yenə iqtisadi rəqabətlər var. Şotlandiya və İrlandiyada Respublikaya tabe edilir. Bu məsələ bunlardan ibarətdir xarici siyasətdə. Daxili siyasətdə ölkəyə yun gətirilməsi əsasən qadağan edilir. Yun parça istehsalı falan bunlara nisbətən məhdudiyyətlər qoyulur və ölkəyə gətirilən mallar əsasən ingilis gəmilərində gəlməlidir. Bunu da Hollandları iqtisadi rəqabətdə sıxışdırmaq üçün ediblər. Bu da daxildə gördükləri bəzi işlərdir. Bəs niyə 1653? 1653-də nə baş verir? Respublika niyə 1653-də öz fəaliyyətini dayandırır? Çünki 1653-cü ildə bizim parlamentimiz var. Bu parlament çağırdığı xırqda uzun müddətli parlament. Bu parlament artıq çox belə özünü tutub, sözün əsl mənasında. Parlamentin tərkibi yenilənməlidir. Bunlar da 1640-dan çağırıblar. 1653-cü ilə qədər bu parlament davam edir. Oradakı insanlar da deyirlər ki, əsasən də Oliver Cromwell, ordu rəhbəri, generallar, deyir, axı belə olmaz, biz nə demişdik? Biz demişdik ki, parlament 3 ildən bir çağırılacaq, belə. Siz niyə parlamenti yenidən çağırmırsınız? Parlament deyir ki, yaxşı eləyirəm. Oliver Cromwell deyir ki, yaxşı. Onda mən də yaxşı eləyirəm. 1653-cü ildə İngiltərədə hərbi çevriliş baş verəcək. Ordu, hərbi çevriliş. Amma fikir versəz, ordu və parlament ilk vaxtlar birlikdə mübarizə aparırdılar krala qarşı. İndi kralı devirəndən sonra ordu və parlament arasında da mübarizə başlayır. 1653-cü ildə hərbi çevriliş baş verir. İngiltərədə Lord Protektoratlıq yaranır. Protektoratlıq. Kimin Lord Protektoratlığı? Oliver Cromwell. Öz hərbi diktaturasını quracaq İngiltərədə. Bu Lord Protektoratlıq dövrü ümumiyyətlə 1660-a qədər davam edəcək. 58-də Cromwell ölür, sonra oğlu gəlir, nəsə Richard, o söhbətləri heç. Bizə lazım olan odur ki, Lord Protektoratlıq dövründə Oliver Cromwellin bəzi qadağaları var. Bu qadağalar da nədən ibarətdir? Teatrda, rəqsdir, idmandır, musiqidir, belə şeyləri qadağan edirlər. Yəni, əsas işimiz hərbidir, hərbi ilə məşğul olmalıyıq. 1659-da oğlu gedəcək, 58-də özü gedəcək. 1660-cı ildə parlament düşünəcək ki, neyniyək? Deyirlər ki, hərbidən də, yəni ki, ordudan da bizə bir xeyir gəlmədiyi üçün 1660-cı ildə gəlin Stuartların bir nümayəndəsini gətirək hakimiyyətə və onların o nümayəndəsini hakimiyyətə gətirir, biz gətiririk deyə nisbətən bizdən asılı olsun, həmin o kralın adı ilə dövləti idarə edək. 1660-cı ildə bayaq orada yazdığım Stuartlar sülaləsinin restavrasiyasını görürük, yəni bərpasını. Bu olacaq Stuartların ikinci dövrü, bayaq yazdığımız 1660-dan 1688-ci ilə qədər davam edəcək. 1660-da bərpada gətirilən ikinci Charles'dır. İkinci Charles'ı da o şərtlə gətiriblər ki, Charles deyir ki, yaxşı, mən İnqilabda iştirak edənləri həbs elətdirməyəcəm. İnqilab dövründə torpaqlar kimlər tutubsa o torpaqlar onda qalsın, ona bir şey deməyəcəm. Və təbii ki, ölkəndə parlamentlə birlikdə idarə edəcəyik. Neysə, ikinci Charles hakimiyyətdən gedir. O gedəndən sonra hakimiyyətə gəlir ikinci James.
James biraz nəsə fərqli şeylər eləmək istəyir. James katolikliyi bərpa eləmək istəyir İngiltərədə. Sadəcə problem odur ki, İngiltərədə katolikliyin özəyi elə də güclü deyil. Yəni adamlar 16-cı əsrin əvvəllərindən artıq keçiblər Anglikanlığa, katoliklikdən uzaqlaşıblar. Bu deyir ki, yox, mən katolikliyi bərpa eləyəcəm. Hətta bəzi katolikliyə mənsub olan şəxsləri parlamentdə yüksək vəzifələrə gətirir. Belə də olanda bunlar parlamentin üzvləri ölkədəki məşhur yuxarı təbəqə burjuaziya falan deyir ki, belə olmaz da. Bir dəfə də dəyişmək lazımdır sistemi. Amma bu dəfə dəyişikliyi dinc həyata keçirmək lazımdır. Ona görə 1688-ci ildə İngiltərədə şanlı inqilab dediyimiz hadisə baş verir. Şanlı inqilab. Niyə şanlı inqilab? Çünki hakimiyyət dinc yolla dəyişir, hərbi yolla dəyişmir. Yeni burjuaziya və zadəganlar Hollandiyalı Oranlı Vilhelmə müraciət edirlər ki, gəl İngiltərədə hakimiyyəti ələ al. Hollandiyalı Oranlı Vilhelm 1688-ci ildə gəlir İngiltərəyə. Stuartlar hakimiyyətdən gedirlər, şanlı inqilab baş verdi və Vilhelm olur İngiltərənin kralı. Ondan sonra 1689-cu ildə İngiltərədə hüquqlar haqqında bil qəbul edilir. Bu hüquqlar haqqında billə görə tarixdə ilk dəfə dünyada İngiltərədə parlamentli monarxiya idarə etmə sistemi yaranır. Yəni İngiltərə bu dövrdən etibarən indinin özünə qədər də parlamentli monarxiya şəklində idarə edilir. Yəni məhdud kral hakimiyyəti var. Kralın səlahiyyətləri parlament tərəfindən məhdudlaşdırılıb. Kral sadəcə bir fiqur kimi mövcuddur. Elə 1689-da da gördüyümüz məsələ ondan ibarətdir ki, kralın səlahiyyətləri məhdudlaşdırılır. Kral yalnız parlamentin icazəsi ilə ordu saxlaya bilər. Kral parlamentin icazəsi olmadan vergiləri artıra bilməz. Yəni kralın səlahiyyətlərinin məhdudlaşdırılması nəyə əsasəndir? Hüquqlar haqqında billə əsasəndir. Və bu hüquqlar haqqında billə İngiltərədə hüquqi dövlətin əsası qoyulur. Hüquqi dövlət. Bu belə. Digər yerdə qalan hissələrimizin nəyi qeyd edəcəyik? 1707-ci ildə Şotlandiya və İngiltərə birləşəcəklər. Plus bərabərdir. Böyük Britaniya yaranacaq. Böyük Britaniya. Sonra da 18-ci əsr İngiltərəsində biz bir müharibə görəcəyik. Bu müharibə 1756-1763-cü illərdə olan İngiltərə və Fransa arasındakı 7 illik müharibədir. Müharibə nə üçün baş verir? Müstəmləkələr uğrunda, əsasən də Amerikadakı müstəmləkələr uğrunda, digər ərazilərdəki yerli müstəmləkələr uğrundadır. İngilislər qalib gəlirlər, fransızlar məğlub olurlar və bu müharibənin nəticəsində İngilislər Amerikadakı Kanada ərazisini fransızların əlindən alacaqlar və öz müstəmləkələrinə çevirəcəklər. İndinin özündə də Kanadada həm İngilis, həm də fransız dili yaşayış məskənləri mövcuddur. Rəsmi dili həm İngilisdir, həm də fransız dilidir. Ondan sonra biz nə görürük? 18-ci əsrin 60-cı illərində İngiltərədə sənaye çevrilişi başlayır. 18-ci əsrin 60-cı illərində sənaye çevrilişi. Nədir sənaye çevrilişi? Sənaye çevrilişi artıq kapitalizmin tam olaraq formalaşması deməkdir. Çünki artıq fəhlə təbəqəsi və burjuaziya təbəqəsi var. Yəni fabrik və zavodlar meydana gəlməyə başlayırlar. Feodal kəndli söhbəti sıradan çıxır. Artıq müəyyən bir fabrikə, zavoda, müəssisəyə malik olan şəxslər, yəni kapitalı əlində saxlayan şəxslər və həmin o müəssisədə muzlu əməklə işləyən insanlar fəhlə təbəqəsi meydana gəlir. Kapitalizmin iki əsas təbəqəsi var. Burjuaziya və fəhlə təbəqəsi. Əsasən sənaye çevrilişi İngiltərədə yun istehsalında, toxuculuqda başlayır. İlk fabriklərdə o sahədə başlayır. Çünki ta ki qədimdən o çəpərləmələrdən bəri gələn söhbətdir, qoyunlar adamları yeyir. Yəni İngiltərənin əsas istehsalı yun istehsalıdır deyə əsas çevriliş də orada başlayır. Və ən son bu proseslərin gedişində biz 1784-cü ildə buxar mühərriki görürük. Bu da fabrik və zavod mənbəsinə keçid deməkdir 1784-cü ildə. Daha sonra keçəcək indi ABŞ-a, ümumiyyətlə 17-18-ci əsr İngiltərəsi. Bundan sonra keçəcəyimiz İngiltərə, biz İngiltərəni başqa-başqa yerlərdə də görəcəyik. Hər dəfə gördükcə onları mən də çalışacağım qeyd eləməyə. Siz də çalışın ki, mövzunu oxuduqca özünüzdə qeyd edəsiniz ki, məsələn biz
Osmanlı dərsini keçdi. Osmanlı dediyi 1768-74-də Rusiya ilə müharibə aparır. 1768-də Osmanlı müharibəyə təhrik edənlərdən biri kim idi? İngilislər. Nəysə, bu İngiltərə. Gəldik ABŞ-a. ABŞ-ı öyrənmək üçün də ilk olaraq siz başlamalısınız coğrafi kəşflərdən. Çünki Amerikanın kəşf edilməsi coğrafi kəşflərlə başlayır. Coğrafi kəşflərin səbəbləri, Portuqallar hara getdilər, İspanlar hara getdilər, Amerika nə zaman kəşf edildi, bəs nə zaman bilindi ki, bu Amerikadır? Belə şeylər. 17, 18, düz 17-ci əsrdə hələ ABŞ yox idi, amma yenə də Şimali Amerika. Belə qeyd edəcəyik. Coğrafi kəşflərdən təkrar edirsiniz, ondan sonra gəlirik Amerikaya. Amerikanı Kolumb tapdı 1492-ci ildə, amma bilmirdi Amerika, amma sonraki dövrlərdə İspanlardır, Portuqallardır, Hollandlardır, nə bilim, Fransızlardır. Bunlar yavaş-yavaş başlayırlar Amerikada öz koloniyalarını salmağa, Amerikanı öz müstəmləkələrinə çevirməyə. İngiltərə deyir ki, onlar gedirsə, mən niyə getmirəm? 1607-ci ildə bayaq qeyd edədiyimiz Şimali Amerikada ilk İngilis koloniyası salınır. Əvvəl məsələn adını bizə deyirlər Jamestown, yəni Jamesin koloniyası, Jamestown koloniyası, Jamesin şəhəri. 1607 Şimali Amerikada ilk İngilis koloniyası salındı. 1619-cu ildə Şimali Amerikaya ilk dəfə qara dərili qul gətirildi. Və o prosesin Amerikada hal-hazırda qara dərili, ağ dərili prosesin əsası qoyuldu 1619-cu ildə. Təbii ki, bu koloniyalar yaradılırsa, hepsi İngilis yazmışam, burada beynim qarışdı. İlk İngilis. Təbii ki, bu koloniyalar yaradılırsa, hər bir koloniyanın özünün idarə etmə sistemi var. Hər bir koloniya özü bir müstəqil kiçik qurumdur. Onları qubernator idarə edir. Hər bir məsələyə də qubernatorun razılığı ilə baxılır, həll edilir və icraya göndərilir. Amma yavaş-yavaş zaman keçdikcə ingilislər neynirlər? Düzü ingilislər də bir şey eləmirlər. Bu koloniyada yaşayan insanlar artıq deyir ki, bizim müstəmləkəsi olduğumuz dövlətlə elə də əlaqəmiz olmamalıdır da. Biz müstəqil olmalıyıq, biz özümüz buralıyıq, bir növ Amerikalıyıq. Bizim o biri tərəfdən bir əlaqəmiz yoxdur və yavaş-yavaş başlayırlar müstəqillik meylləri göstərməyə. Təbii ki, İngiltərədə bu müstəqillik meyllərinin qarşısını almağa çalışacaq. Ona görə başlayır koloniyaların üzərinə üst-üstə qadağalar qoymağa ki, dəmir məmulatlar çap oluna bilməz, sizin pulunuz ola bilməz, nə olsa hər şey bizdən icazə almalısınız, öz ərazinizdə hər hansısa bir fabrik, zavod tikə bilməzsiniz, hər şey məndən gəlməlidir, məndən almalısınız. Yəni, müstəmləkəmsiz və mənim satış bazarımsınız. Həm mən səndən o xam malı alıram, xam mal mənbəyimsən, aparıram öz ölkəmdə bunu fabrik, zavodda müəyyən bir məhsula çevirirəm, sonra gətirirəm həmin o məhsulu səndə satıram. Sən məndən ayrılsan, bəs mənim xeyrim nə olar? Bunlar da özlərində fikirləşir ki, sənin xeyrin odur, bəs biz niyə sənin bu müstəmləkəndə qul kimi qalmalıyıq? İngiltərə bu proseslərin gedişində 2 dənə də qadağa qoyur. Bundan sonra koloniyalar deyirlər ki, bəsdir. Daya bu qədər də olmaz. 1765-ci ildə biz deyirik möhür qanunu, 1773-cü ildə də Boston çay qonaqlığı adlanan hadisə başlayır. Möhür qanunu nədir? Hər bir çap məhsulundan möhür vurulub, vergi alınmalıdır. Bir bu, digəri isə Boston əsas limandır Şimali Amerikada və ora gətirilən məhsullar ancaq İngilis gəmilərində gəlməlidir. Başqa heç bir ölkənin koloniyaların öz gəmiləri də olmaz. Belə də olanda koloniyalar 1773-cü ildə İngilis gəmilərində gələn çayı boşaldırlar Boston limanına və bundan sonra artıq azadlıq mübarizəsi yavaş-yavaş qızışmağa başlayır. Bir etirazların göstərdilər, boykotların elədilər. 1775-ci ildə də Filadelfiyada bir kongres keçirdilər və bu kongresdə də artıq İngiltərə ilə bütün əlaqələrini kəsdiklərini bildirdilər ki, bitdi, biz İngiltərə ilə əlaqəni kəsdik, azadlıq mübarizəsinə başlayırıq, ya onlara verər Allah, ya da bizə verər Allah. 1775-ci ildə, 1775, nə qəşəng yazılmış bu, 1783, ABŞ-da yox hələ, Şimali Amerikada birinci istiqlaliyyət müharibəsi. Filadelfiya Kongresində hətta qərarı alınır ki, müharibə zamanı ordunun komandanı George Washington olacaq. Müharibə başlayır 1775-ci ildə 1783-cü ilə qədər davam edəcək. Müharibənin gedişində 1776-cı ildə istiqlaliyyət bəyannaməsi qəbul edilir 1776 4 iyul tarixində və 13
İngiliz koloniyası, 13 İngiliz koloniyası birleşir ve Amerika Birleşmiş Ştatlarını yaradır. Yani 1776 4 iyula kadar dediğimiz hiçbir hadise ABŞ-yə ait değil. Yani Amerika Birleşmiş Ştatları adlı bir dövlət hələ o vaxta kadar yok idi. Testlerde sizi çaşdıracaqlar. ABŞ-a aitdir yazacaq, Boston çayı verəcək, yəni mühür qanunu verəcək, çalışacaq bizi çaşdırsın, biz də çalışmalıyıq ki, çaşmayaq. 1771-83 qaydaq müharibəmizə. Müharibəmizin gedişində 2 dənə döyüşümüz var. 1777-ci ildə Saratoga döyüşü, ABŞ qalib gəlir, İngilislər məğlub olurlar və bu döyüş ABŞ-ın nüfuzunu artırır. Belə ki, Benjamin Franklini göndərirlər Avropaya, ABŞ-a müttəfiqlər tapmaq üçün bu döyüşdən sonra. O da gedir müttəfiqləri tapır. Fransızlar İngilislərdən xoşları gəlmir, İspanlar İngilislərdən xoşları gəlmir və Hollandlar İngilislərdən xoşları gəlmir. Bunlar həm ABŞ-ı tanıyırlar, həm də ki, ABŞ-a dəstək göstərirlər ki, bu müharibədə ABŞ İngilisləri məğlub eləsin. 1777 Saratoga döyüşü. Növbəti döyüşümüz 1781-ci ildə Yorktown döyüşüdür. Yorktown döyüşündə yenə ABŞ qalib gəlir, İngilislər məğlub olurlar. Yorktown döyüşü isə müharibənin taleyini həll edən döyüşdür. Belə ki, bu döyüşdən sonra artıq İngilislər demək olar ki, məğlubiyyəti qəbul edirlər və sülh müqaviləsini imzalayacaqlar. ABŞ-ın müharibənin gedişində qalib gəlməsinə təsir göstərən əsas məsələlərdən biri bir yandırılmış torpaq taktikasından istifadə edirlər. Bir də İngilislərə qarşı partizan müharibəsi aparırlar. Bu əsas səbəblərə görə biz deyirik ki, ABŞ müharibədə qalib gəldi. Təbii ki, özünə müttəfiqlər də tapıb deyə bu qalibiyyət özünü göstərəcək. Müharibə 1783-cü ildə Parisdə sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək. Versal və yaxud Paris müqaviləsi deyirik biz buna. Bu müqaviləyə əsasən İngiltərə ABŞ-ın müstəqilliyini tanıyır. Kanada qalır İngiltərədə. ABŞ-da isə Allegan dağlarından Mississippi çayına qədər olan ərazilər verilir ABŞ-a. Deməli, İngilislər ABŞ-ın müstəqilliyini tanıdı, Kanada qaldı İngilislərdə, Allegan dağlarından Mississippi çayına qədər olan ərazilər də olacaq ABŞ-ın ərazisi. Son 2-3 hadisədən də danışacaq, bundan Amerika dərsimizdə yekunlaşacaq. Belə ki, müharibə oldu, ABŞ artıq müstəqildir, öz işini özü görür və deyir ki, konstitusiya, dövlətin ali qanunu, konstitusiya qəbul ediləcək ABŞ-da. Məsələn, biz indiyə qədər keçdiyimiz heç bir dövlətdə hələ ki, konstitusiya adı çəkməmişik. Konstitusiyanı keçdiyimiz dövlətlərin içərisində ilk olaraq yeni ABŞ-da görəcəyik. 1787-ci ildə ABŞ konstitusiyası qəbul edilir. Konstitusiya əsasən tarixdə ilk dəfə hakimiyyətin bölünməsi prinsipini görürük. Hakimiyyət bölündü. Hakimiyyət nəyə bölündü? Qanunverici, icra edici və məhkəmə hakimiyyətini. Qanunverici orqanımız konqresdir. Konqres özü iki hissəyə bölünür. Yuxarı palata və aşağı palata. Yuxarı palatanın üzvləri senat adlanır. Senatorlar hər ştatdan 2 nümayəndə olaraq, senator olaraq təyin edilirlər. Senat hər ştatdan 2 senator gəlir. Aşağı palatanın nümayəndələri isə və yaxud nümayəndələr palatası dediyimiz şey, nümayəndələr palatası, bunlar isə xalq tərəfindən seçilirlər. Xalq tərəfindən seçilir. Qanunverici orqanımız konqresdir təbii ki. İcra edici orqanımız prezidentdir. Prezident 4 ildən bir seçilir. Və qanunlara veto qoymaq hüququ var. Ölkənin ali baş komandanıdır, orduya rəhbərliyi də prezident edir. İcra edici orqanımız prezident 4 il müddətinə seçilir. Qanunlara veto qoymaq hüququ var. Daxili işlərdir, xarici işlərdir, ordudur. Bunlar prezidentin nəzarətindədir. Məhkəmə isə məhkəmənin hakimləri ömürlük seçilir. Və məhkəmənin funksiyası nəzarətdir. Yəni, qanunların icrasının və yaxud qanunların dövlətin orqanlarına uyğunluğunu nəzarət icra edildimi, edilmədimi? Nəzarətdən əlavə, bütün bu 3 orqanın üçü də qanunverici, icra edici və məhkəmə bir-birlərinin işlərini yoxlama səlahiyyətinə sahibdirlər. Yoxlama.
Prezident Konqresin işini yoxlaya bilər, Konqres məhkəmənin işini yoxlaya bilər, məhkəmə prezidentin işini yoxlaya bilər. Hər biri bir-birinin işini yoxlama səlahiyyətinə malikdir. Konstitusiyamız verilir, amma konstitusiyada nəzərə alınmayıb kimlər? Qadınlar, qullar, hindular, bunlar haqqında heç bir şey yoxdur. Sonra deyirlər ki, o zaman konstitusiyaya düzəliş edək. 1791-ci ildə ABŞ konstitusiyasına ilk 10 düzəliş edilir. Biz bunun adını hüquqlar haqqında bil olaraq görürük. Bu hüquqlar haqqında billə görə vətəndaşlara söz, mətbuat, vicdan azadlığı verilir və məhkəmənin hökmü olmadan həbslər qadağan edilir. Yadınızda biz Romada 12 lövhə qanunları keçmişdik. Əksi sübuta yetirilənə qədər hər kəs günahsızdır. Yəni, sənin bir insana cinayətkar deməyin üçün onu rəsmi şəkildə məhkəmə təyin etməlidir ki, bu adam günahkardır, sonra onu həbs edə bilərsən. Burada da eyni şey görür ki, məhkəmənin hökmü olmadan həbslər qadağan edildi. ABŞ konstitusiyasına edilən düzəliş təbii ki, yenə hindular haqqında, qullar haqqında falan heç bir məlumat burada öz əksini tapmayıb. Bu da məhdud cəhətlərindən biridir. Bir dənə də gələk prezidentdən danışaq, dərsimiz yekunlaşsın. Dedi, icra edici hakimiyyət ABŞ-da prezidentdir. Bəs ABŞ-ın ilk prezidenti kimdir? ABŞ-ın ilk prezidenti George Washington'dur. George Washington 1789-cu ildə prezident seçiləcək. George Washington ilk prezidentimizdir ABŞ-da. George Washington'un dövründə, bu 1791 zaten onun dövrünə düşür. Əlavə olaraq bəzən testlərin içərisində biz uşaqlarla baxırdıq, orada gördük belə bir şey var. George Washington heç vaxt Böyük Britaniyaya səfər etməyib, X qoydu. Bir də George Washington'un dövründə o Ağ evin, yəni prezident sarayının tikintisi başlanılıb. Sarayının tikintisi başlanılır, amma başa çatmayacaq. Başa çatması Jefferson'un dövrünə düşür, səhv eləmirəmsə. Bu da olur bizim ABŞ-ımız, ABŞ-imiz ya da necə deyirsinizsə. Belə. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm qeydlərinizi götürmüsünüz. Çünki bir sual bizə gələcək. Bu 4 dövlətdən İngiltərə, ABŞ, Osmanlı və Rusiya əsasən abituriyentlər üçün. Bizdə bir də MİQ və sertifikasiya əlavə edilmiş. Bunun yeni Fransa və Almaniya 17-18-ci əsrlərdə o abituriyentlərə aid deyil. Növbəti videomuz o olacaq. Abituriyentlər yox, amma MİQ və sertifikasiya hazırlaşan müəllimlərimiz o videomuzu izləyə bilər. Bir daha çox sağ olun. Növbəti dərs videolarında görüşənə qədər hələlik.